Əməliyyat zamanı aşkar olunan 1157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Son dövrlər fırıldaqçılıqla ödəniş kartlarını ələ keçirmək istəyənlərin sayı artıb. Fırıldaqçılar müxtəlif mənbələrdən kart sahiblərinin məlumatlarını əldə edirlər. Bu videonu izləyənlərin 60%-nin kart məlumatları hal-hazırda başqa birinin əlindədir. İllərdir bu kart məlumatlarının oğurlanması söhbət gedir, amma insanlar necə və niyə kartlarının belə asanlıqla oğurlandığını hələ də bilmir. Mən isə bu videoda sizə kart məlumatlarınız necə oğurlanır və bundan necə qorunmaq olar, onu sizə izah edəcəm. Onda siz videoya like atıb kanala abunə olarkən, mən də ilk maddə ilə başlayım. İl 2026 olsa da hackerlar tərəfindən ən çox istifadə edilən yol hədə saxta saytların hazırlanmasıdır. Bunun bir çox yolu var, amma ən çox istifadə ediləni bildiyimiz, güvəndiyimiz markaların saxta veb saytlarının hazırlanmasıdır. Bunu belə fikirləşin. İndi mən Kontaktom üzərindən örnək verəcəm, amma bunu bir çox şirkətə aid eləmək olar. Yəni hackerlar bir çox şirkətdən istifadə edir. Hacker gəlib Kontaktomun saytına girir və bu saytı hardasa birə-bir kopyalayır. Yəni bir klonunu yaradır. Və daha sonra bu saytı Instagramda reklam edir. Reklamı da adətən necə edirlər? Məsələn, yenə Kontaktom üzərindən örnək versək, girirlər Kontaktomun öz Instagram səhifələrinə. Instagram səhifələrində yaradılan bir reklam olur. Və ya bunu özləri də yaradırlar, süni intellektlə bir dəqiqə səslərini falan düzəltirlər. Məsələn, bir iPhone 3700 manatdırsa, bunu qoyurlar 1500-ə, 1700-ə endirim var adından Instagram reklam çıxırlar və Instagram reklamını həmin o saytlarına yönləndirirlər. Və beləliklə izləyicini çəkirlər, artıq qalır onların kart məlumatlarını əldə etmək. Siz də onların hazırladığı reklamı gördükdən sonra sayta daxil olursunuz. Sayta daxil olduqdan sonra isə reklamda göstərilən məhsulu və ya hər hansı bir məhsulu seçirsiniz, səbətə əlavə edirsiniz və ödəniş hissəsinə gəlirsiniz. Ödəniş hissəsində isə məlumdur ki, kart hesabınız oğurlanır, orada yazdığınız kart məlumatları hackerin əlinə düşür. Bu saxtadan real saytı əldə etməyin də əslində çox asan bir yolu var. Domenə baxmaq. Çünki hackerlar bütün saytı və hər şeyi kopyalasalar belə domeni kopyalaya bilmirlər. Ona görə domeni mütləq baxmaq lazımdır. Məsələn, burada kontakt az yazılı və bu Kontaktomun rəsmi domenidir. Yəni Google yazanda ən üstə çıxır Kontaktomun rəsmi saytı budur. Amma burada kontakt yay endirimləri pro olanda artıq bilinir ki, bu saxta bir veb saytdır. Bu arada bunu mən özüm dəyişdirdim. Bu saxta bir şey deyil. Yəni bunu mən özüm dəyişdirdim. Ancaq burada belə kimi dəxilsiz domenləri görəndə artıq bunu rahatlıqla bilə bilərsiniz ki, bu saxta veb saytdır. İkinci yol hardasa hamının başına gələ biləcək bir yoldur. Çünki hamı internetdən azı bir dəfə də olsa crackli proqram və ya hiyləvi oyun endirib. İndi niyə bunlar çox təhlükəlidir? Məsələn, siz Minecraft endirmək istəyirsiniz. Minecraft-ı girib Google Play-də pulu endirmə əvəzinə girirsiniz, müxtəlif saytlardan APK olaraq endirirsiniz, hiyləvi olaraq. Və siz bu hiyləvi proqramın içində nə olduğunu bilmirsiniz. Bu onsuz hər hansı bir proqram cracklənib və ya hər hansı bir oyun belə kimi hilə edilibsə, deməli proqram artıq sındırılıb. Və artıq proqram sındırılıbsa, deməli hacker bunu sındıran adam və ya hacker deyirsiniz, özünüz bilərsiniz. Bunun içərisinə öz zərərli kodlarını əlavə edə bilər. Öz zərərli kodlarını əlavə etsə, bu bir artıq virus olur və bu zərərli kodlarla bütün cihazınızı ələ keçirə bilərlər, nəinki bank kartlarınızı. Yəni viruslu bir proqram endirdiyiniz zaman cihazınızdakı şəkilləri, faylları, videoları, hətta kart məlumatlarınıza qədər oğurlaya bilərlər. Ona görə də yəni məncə endirməyin. Məsələn, mən də əvvəllər crackli proqram istifadə edirdim, montaj proqramlarından daha çox crackli istifadə edirdim. Bir dəfə cihazım hackləndi buna görə. Nəinki cihazım, hətta bəzi sosial media hesablarım da getmişdi. Sadəcə crackli bir dənə proqram istifadə etmişdim deyə. Yəni qısa olaraq internetdə hər hansı bir crackli proqram və hiyləvi oyun endirmək sizin böyük bir təhlükəni üz-üzə qoya bilər. Tam burada videomuzun sponsoru olan lisenziyamdan danışmaq istəyirəm. Lisenziyamda proqramları bir ətək pul tökmək əvəzinə girib həm orijinal, həm də ucuz şəkildə proqramları ala bilirsiniz. Yəni crack istifadə etmirsiniz, amma eyni zamanda da çox da pul vermirsiniz. Məsələn, hər hansı bir proqrama bir ətək pul verəncə daha ucuz verirsiniz, amma orijinalını alırsınız. Bu sayədə də heç bir hacklənmə riskiniz olmur. Mən də bir çox proqramı lisenziyamdan istifadə edirəm, çox məmnunam. Hamıya da könül rahatlığına məsləhət görürəm. Yəni lisenziyamdan istifadə edə bilərsiniz. Nömrələrini də bura bir yerlərə qoyacağam. Sizdən gəlmişəm yazsaz mənə dəstək vermiş olarsınız. Amma sırf bank kartlarına fokuslansaq, Azərbaycanda ən çox rast gələn yol birə-bir zəng yoludur. Yəni birə sizi zəng eləyir, özünün bank əməkdaşı və ya hansı bir şirkətin əməkdaşı kimi təqdim edir və sizdən bəzi məlumatlar almağa çalışır. Burada da bu yoldan istifadə edənləri görürsüz. Burada da yazır onsuz. İnsanlara özlərini bank əməkdaşı kimi təqdim ediblər, insanlardan kart məlumatlarını istəyiblər və daha sonra insanların pulunu çəkiblər. Hər nə qədər indi cavan nəsillər buna inanmasa da, yaşlı nəsil buna çox asanlıqla inana bilir. Özü də bunun burnunun nə pis sındır var ha. Amma heç bir bank əməkdaşı sizin şəxsi məlumatlarınızı, bank məlumatlarınızı istəyə bilməz. Çünki onsuz da özlərində var. Özlərinə lazım olan məlumat özlərində var. Onun üçün heç bir bank əməkdaşı sizin, yəni kartınızın kodunu istəməz, kartınızın arxasındakı 3 rəqəmli kodu istəməz, kartınızın 16 rəqəmli kodunu belə sizdən istəməz. Çünki onsuz olan məlumatlar bankda var. Niyə sizdən istəsin? Ən asası da kartınızın üstündə olan 3 rəqəmli koddur. Bunu heç yerdə paylaşmırsınız. Nə olur olsun bunu heç kimlə paylaşmırsınız. Yəni bunu paylaşmasanız kartınızın qalan məlumatlarını bilsələr də, yəni 16 rəqəmli kodu tarixi bilsələr də bu kod olmadığı vaxtda sizin 1 qəpik və pulunuzu çəkə bilməzlər.
Bunun başqa bir versiyası da SMS dolandırıcılığıdır. Sizə mesaj atırlar ki, baxın bu proqrama giriş edin, buradan pul qazanacaqsınız və ya çəkilişi siz qazandınız, karqovunuz artıq gəlmək üzrədir. Bir dənə buna baxın, bir linkə yönəldirlər sizi. Mənə də gəlmiş yaxında belə bir mesaj deyir, gir bu logenin, bu parolun. Sən də elə bilirsən başqa birinin məlumatı. Sənə gəlib daxil olursan, axırda ya səndən pul istəyirlər, harasa yatırım eləməyi istəyirlər və ya sənin kart məlumatları istəyirlər. Yəni işin axırı bura gəlib çıxır və sən də qısa olaraq pul bitirirsən. Hətta gözlə baxacağam mən bu Atqon sayt nə sayt idi. Gizli sekmədə açıram, bir yana baxaq. Aha, adımız nədir? O, yeni sorğular. Adımız səsində nəsə bank kartlarımız görsənir. Ancaq adımız yazaq. Adımız olsun Siren. Növbəti addım. Şəkili seç. Şəkil olaraq Kevin Miklikin şəklini yükləyim. Yəni baxaq, işin axırları gəlib çıxır. Yadda saxla. Növbəti. Kişi. Burada əvvəl-axır bir yerdə şey verilməli idi axı. Özü mənə bunlar login vermişdi, parol vermişdi. Nə oldu bunlar? Hə bu Tinder kimi bir şeydir. Prosta axırda yəni kart məlumatları falan istəyəcəklər səni mütləq. Yəni bunun qaçış yolu yoxdur. İndi gəlirəm son dövrlərdə inanılmaz şəkildə artan bir yola. Bu yol o qədər yayılıb ki, artıq takipçilərimin bir neçəsi mənə atıb Instagramdan bunu. Siz də belə şeylərlə qarşılaşırsınızsa, buralarda bir yerdə mənim Instagramım olacaq. Oradan əlaqəyə keçib mənə göndərə bilərsiniz. Yəni baxın, bəlkə videosunu falan da çəkərəm. Biraz gülməli olsa da, kartlarınızın son dövrəmdəki oğurlama səbəblərindən biri də 18+ saytlardır. Xüsusən də bu saytda olan reklamlar. Yəni dedim ki, mənə izləyicim yazdı. Mən də girdim, biraz vaxt keçirməyə başladım. Qarşıma həqiqətən elə kimi reklamlar çıxdı. Hətta deyə bilərəm ki, üçündən ikisi belə kimi reklamlardır. Sizi bir oyuna çəkir və ya bir tanışlıq proqramına çəkir, bir yer qarşılaşdığımız kimi. Və bu tanışlıq proqramında və ya həmin o oyunda ən axırda gəlir sizdən kart məlumatlarınızı istəyir. Hətta bəziləri şəxsiyyətinizi istəyir əlaqəsi olaraq. Bəlkə də bunları satırlar başqa bir insanlara, bəlkə də bunları daha pis yerlərdə istifadə edirlər. Girirsən, deyir 18 yaşını təsdiq etmək üçün şəxsiyyəti və kartı yaz. Yəni nə əlaqə bilmirəm. Tanışlıq proqramları olur. Girirsən, yazışırsan, qarşı tərəflə biraz söhbət elədikdən sonra sənə deyir jeton satın al. Jeton alırsan və kartından dayanmadan pul çəkilməyə başlayır. Bu da bunun bir yoludur. Yəni oradakı reklamlara aldanmayın. Hətta bunun biraz legal olan versiyası var. Sugo. Bəli, mən də Sugo nədir bilirəm. Ancaq Sugoda da həqiqətən belə şeylər baş verib. Yəni qarşı tərəflə bir mesajlaşırsan, bir müddət sonra balansın bitir. Daha çox yazışmaq istəyirsənsə, daha çox balans vurmalısan və bir-iki dəfə olub ki, artıq balans çıxıb, yəni sən 10 manatlıq alış-veriş eləmisən, gec saat üstə kartından 60 manat çəkilməyə çalışır. Yəni ona görə belə bir proqramlara ümid etmək olmaz. Hətta mən Sugoya heç vaxt ümid etmərəm. Yəni kart məlumatlarım orada nə olur olsun yazmaram da, yəni. Həm də siz o şirkətin məlumatlarınızı verirsinizsə, bilmirsiniz o şirkətin rəhbəri kimdir, məlumatlarınız hara gedir, nə üçün gedir. Yəni bunları araşdırın. Şirkətin də rəhbəri falan heç nəyi yoxdur deyə internetdə yazmayıb deyə bilmirik, bilmədiyimiz yerdə məlumatlarımızı vermək düzgün deyil. Amma axırda dediyim Sugo nə qədər yaxşı da olsa, pis də olsa, siz yenə də internetdə gördüyünüz heç nəyə inanmayın. Daha çox belə videolar üçün də kanala abunə olub, videoya like ata bilərsiniz. İndi sağ olun.